Gəlin bu xeyratamiz səyahətə elə indi başlayaq. Yaxşı, bəs dünyanı dəyişən bir fikir necə yaranır? Bu sualın cavabı üçün gəlin birbaşa hər şeyin başladığı yerə, yəni 7-ci əsr Ərəbistanına gedək. Çünki bilirsiniz, o dövrün dünyasını anlamadan İslamın gətirdiyi o böyük dəyişikliyi, o inqilabı tam dərk etmək demək olar ki, mümkün deyil. Hə, İslamdan əvvəlki bu dövrə cahiliyyə deyilir, amma bir dəqiqə, bu söz sizi yanıltmasın. Cahiliyyə sadəcə savadsızlıq və ya cahillik demək deyil, əsla. Bu, daha dərin bir mənaya sahibdir. Bu, mənəvi bir qaranlıqdan, qanunsuzluğun və bütpərəstliyin hökm sürdüyü bir zamandan bəhs edir. Bir anlıq təsəvvür edin, mərkəzi bir dövlət yoxdur. Hamını birləşdirən ümumi bir qanunlar sistemi yoxdur. Belə bir mühitdə təbii ki, vəhşilik, qanunsuzluq, bütpərəstlik, bütün bunlar təəssüf ki, gündəlik həyatın bir parçası, bir norması halına gəlmişdi. Bax, cahiliyyə məhz bu vəziyyəti təsvir edən bir termindir. Deməli, həyat həqiqətən də çox sərt idi. Cəmiyyət qəbilələr üzərində qurulmuşdu və sənin tək qanunun, tək sədaqət andın öz qəbilən idi. Alkoqolizm, qumar, oğurluq, hətta qətl belə təəssüf ki, adi hallardan sayılırdı. Hər yerdə bütlərə sitayiş olunurdu. Amma baxın, işin maraqlı tərəfi budur ki, bütün bu bütpərəstliyin ortasında belə tək və uca bir tanrıya, yəni Allaha inanc da var idi. Bu, həqiqətən də çox ziddiyyətli, çox qəribə bir mənzərə idi, deyilmi? Yaxşı, bəs bu dövlətsiz, qanunsuz mühitdə insanları bir yerdə saxlayan nə idi? Qəbilələr. Bəs qəbilələri bir yerdə saxlayan nə idi? Bax, burada çox güclü bir anlayış ortaya çıxır. Əsabiyyət. Bu, sanki cəmiyyəti bir-birinə yapışdıran bir yapışqan kimi idi. Amma bu, sadəcə bir qrup ruhu və ya həmrəylik deyildi. Xeyr, bu kör-köranə bir sədaqət idi. Əsəbiyyətin nə demək olduğunu, o insanların düşüncə tərzini anlamaq üçün ən yaxşı yol onların öz məsəllərinə, atalar sözlərinə baxmaqdır. Çünki bir məsəl var ki, o dövrün bütün əxlaq anlayışını, bütün o qəbilə təəssübkeşliyini bir cümlədə cəmləşdirir. Qardaşına kömək et, istər zalım olsun, istərsə də məzlum. Bir anlıq düşünün, bu nə deməkdir? Bu o deməkdir ki, sənin qəbiləndən olan biri haqlıdır, ya haqsızdır, fərqi yoxdur. O birinə zülm edirsə belə, sən ona dəstək olmalısan. Çünki o, sənin qardaşındır. Yəni, qəbiləyə sədaqət, ədalət anlayışından qat-qat üstün idi. İndi isə İslamın gətirdiyi o möhtəşəm dəyişikliyə baxın. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir və eyni atalar sözünü işlədir. Amma mənasını 180 dərəcə dəyişir. O deyir ki, məzlum qardaşına kömək et. Başa düşdük. Bəs zalım qardaşına necə kömək edərsən? Onun əlindən tutaraq, zülm etməsinə mane olaraq. Baxın, bu sadəcə bir cümlə deyil. Bu, bütün bir əxlaq sistemini yenidən quran bir inqilabdır. Sədaqət artıq kör-köranə deyil, ədalətə bağlanır. Yaxşı, bütün bu cahiliyyət qaranlığının tam ortasında hekayəmiz artıq yeni bir mərhələyə keçir. Məkkə yaxınlığındakı bir mağarada cəmiyyətin gedişatından narahat olan, həqiqəti axtaran bir insanla hekayənin dönüş nöqtəsi məhz burada başlayır. Təxminən 40 yaşına çatanda Məhəmməd sallallahu aleyhi və səlləm getdikcə daha çox təkliyə çəkilir, Məkkənin səs-küyündən uzaqlaşıb Hira mağarasında dərin düşüncələrə dalırdı. Və bir gün o mağaranın dərin səssizliyində bütün tarixi, bütün bəşəriyyətin gedişatını dəyişdirəcək o an yaşandı. Quranın ilk ayələri nazil olur və ilk əmr nədir? Oxu. Düşünün, qanunsuzluğun, vəhşiliyin, cəhalətin hökm sürdüyü bir cəmiyyətə göndərilən ilk ilahi mesaj məhz oxu olur. Bu, sadəcə bir kəlmə deyil. Bu, bilik, elm və mərifət üzərində qurulacaq tamamilə yeni bir sivilizasiyanın bəyanıdır. Təbii ki, bu hadisə Həzrəti Məhəmmədi sallallahu aleyhi və səlləmi dərindən sarsıdır, hətta qorxudur. Dərhal evinə, həyat yoldaşı Xədicənin yanına qayıdır. Xədicə onu sakitləşdirir, ona təsəlli verir və dərhal bir həll yolu düşünür. Onu dövrün bilikli, müdrik insanlarından olan əmisi oğlu Vəraqa İbn Nofəlin yanına aparır. Vəraqa hadisəni dinləyən kimi hər şeyi anlayır. Deyir ki, bu Allahın Musaya göndərdiyi o mələyin, Cəbrailin özüdür. Yəni təcrübəni təsdiqləyir, amma sonra çox maraqlı bir şey də əlavə edir. Kaş ki, qövmün səni yurdundan çıxaranda mən də sağ olaydım. Bax, bu sözlər həm bir təsdiq, həm də gələcəkdə üzləşiləcək o böyük mübarizənin, o çətin yolun ilk işarəsi idi. Yaxşı, hər şey belə başladı.
Bəs o dövrün bütün qaydalarına, bütün inanclarına meydan oxuyan bu yeni mesaja ilk inananlar, ilk bəli deyənlər kimlər oldu? İlk inanan insan heç təəccüblü deyil ki, ona ən yaxın olan insan idi. Həyat yoldaşı Xədicə. O bir an belə şübhə etmədi. Peyğəmbərə dərhal inandı, ona təsəlli verdi və onun bu çətin yolunda ən böyük, ən sarsılmaz dəstəkçisi oldu. İkinci müsəlman isə onun övladlığa götürdüyü, öz evində böyüyən Zeyd bin Harisə oldu. Bu da göstərir ki, bu yeni mesaj ilk olaraq Peyğəmbərin öz ailəsinin, öz evinin içində kök salmağa başlamışdı. Üçüncü inanan isə hələ uşaq yaşlarında, cəmi 10 yaşında olan əmsi oğlu Əli ibn Əbu Talib idi. O bir gecə düşünüb daşındıqdan sonra bu çağırışa hə dedi. Bu da mesajın xüsusilə gənclərin, təmiz qəlblilərin ruhuna necə xitab etdiyinin bir göstəricisi idi. Və dördüncü, o Peyğəmbərin ən yaxın dostu, sirdaşı Əbu Bekr idi. Peyğəmbər onun imanını təsvir edərkən deyir ki, mən kimi İslama dəvət etdimsə, bir anlıq da olsa düşündü, tərəddüd etdi. Amma Əbu Bəkrın o heç duruxmadı, heç tərəddüd etmədi. Baxın, bu ilk 4 nəfər, bir qadın, azad edilmiş bir kölə, bir uşaq və bir dost. Onlar qan bağına və qəbiləyə deyil, tamamilə yeni bir prinsipə, yəni iman bağına əsaslanan bir cəmiyyətin, bir ümmətin ilk təməl daşlarını qoydular. Bəs bu ilk müsəlmanlar kimlər idi? Onların sosial profili necə idi? Bax, burada çox maraqlı bir mənzərə ilə qarşılaşırıq. Cəmiyyətin hər təbəqəsindən insan var idi. Qadınlar, kişilər, azad insanlar, kölələr, varlılar, kasıblar. Amma onların demək olar ki, hamısını birləşdirən bir xüsusiyyət var idi. Yaşları. İlk müsəlmanların böyük, həqiqətən də böyük əksəriyyəti 30 yaşdan aşağı gənclər idi. Və bütün bunlar bizi son, amma bəlkə də ən vacib suala gətirib çıxarır. Görəsən, bir insanı bütün tanıdığı dünyanı, ailəsini, qəbiləsini, bütün adətlərini bir kənara atıb, yerini eşitdiyi bir fikir uğrunda hər şeyi, hətta canını belə riskə atmağa nə vadar edir? Bu sual üzərində düşünməyə dəyər. Dinlədiyiniz üçün təşəkkür edirəm.